إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله صلى الله عليه وسلم يا أيها الذين آمنوا اتقوا الله حق تقاته ولا تموتن إلا وأنتم مسلمون يا أيها الناس اتقوا ربكم الذي خلقكم من نفس واحدة وخلق منها زوجها وبث منهما رجالا كثيرا ونساء واتقوا الله الذي تساءلون به والأرحام إن الله كان عليكم رقيبا يا أيها الذين آمنوا اتقوا الله وقولوا قولا سديدا يصلح لكم أعمالكم ويغفر لكم ذنوبكم ومن يطع الله ورسوله فقد فاز فوزا عظيما أما بعد فإن أصدق الحديث كتاب الله وخير الهدي هدي محمد صلى الله عليه وسلم وشر الأمور محدثاتها وكل محدثة بدعة وكل بدعة ضلالة وكل ضلالة في النار. Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu değerli kardeşlerim, değerli Müslümanlar. Allah Teala Kur'an-ı Kerim'de buyurur ki El-yevme ekmeltu lekum dinekum ve etmentu aleykum ni'meti ve raduytu lekumul İslam'e dine. Allah Teala buyurur ki bugün size ekmeltu, kamil ettim dinimizi ve etmentu aleykum ni'meti, size olan nimetimi tamamladım. وَرَضُيْتُ لَكُمُ الْإِسْلَامَ دِينَ Ve İslam'dan din olarak razı kaldım sizin için. Elhamdülillah Allah Teala dinimizi kamilleştirip, din kamildir. Her bir meselede, her bir mevzuda Allah'ın dini kamildir. Allah'ın dininde bir uygunsuzluq, bir naqislik, bir çatışmamazlık yoktur ki kimse sonradan nəsə əlavə eləsin. Özü özündə kamil bir dindir. Çünki dinin sahibi Allah özü xəbər verir. Değerli kardeşlerim, dinimizin bize öğrettiği meselelerden de en ehemmiyetli meselelerden biri kiminle yoldaşlık eləməyimiz ve kiminle yoldaşlık eləməməyimizdir. Allah Teala bize öğretip ki kiminle oturaq, kiminle duraq, kiminle yoldaşlık eləyək, kiminle gedək, kiminle gələk, her bir meseleni Allah Subhanahu ve Teala bize öz əzəmətli kitabında öğretip. Həmçinin Muhammed Aleyhissalatu vesselam Sahih sünnəsində bunu bize gösterip. Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki la tusahib illa mu'minen. Mümindən başqasıyla dostluq eləmə. Yoldaşlığı, dostluğu, qardaşlığı yalnız müminlə elədir. Peyğəmbər sallallahu aleyhi ve sellem Hasan el-Basri rahimahullah buyurur ki leysə lil mu'mini əm yəmşiyə mə'a mən şə'ə. Möminə icazəli deyil ki kiminlə istəyir getsin, kiminlə istəyir gəlsin. İcazəli deyil o mənada ki yani ona yaraşmaz. Herkesi özüne dost tutsun. Müminin dostu Allah'tan korkanlardır. Ona göre Allah Teala diyor ki kunu ma'as sadiqin. Sadık insanlarla bir yerde olun. Değerli kardeşler, bize en büyük zarar vuran etrafımızda olan pis insanlardır. Pis ahlak sahibi olanlardır. Allah'tan ve Resulü'nden yayındıranlardır. Allah Teala bizi onlardan çəkindirib. Allah Teala qadağa eləyib ki onlarla yoldaşlıq eləməyək. Hətta bəzi məqamlarda bir yerdə cəm olsaq da. Çünki ehtiyac olur bəzən. Lakin onların ədəbindən, əxlaqından təsirləməyə Allah Teala bizə qadağa eləyib. Pis dostun zərərləri var, değerli qardaşlar. Onlardan bir neçəsini həm özümə, həm də sizə xatırlatmaq istəyirəm. Allah Teala buyurur ki وَذَكِّرْ فَإِنَّ ذِكْرَ تَنْفَعُ الْمُؤْمِنِينَ Sən xatırlat. Çünki xatırlatmaq möminlərə fayda verir. Pis dost səbəb olacaq ki, qiyamət günü insan peşman olsun. Pis dost səbəb olacaq ki, insan qiyamət günü peşman olsun. Allah Teala buyurur ki, "Əl-əxilləhu yevmə idin ba'duhum li ba'din aduvun illel muttaqin." O gün qardaşlıq bir-birinə düşmən olacaqlar. Qardaş olanlar, qardaşlıq eləyənlər, yoldaşlıq eləyənlər, bir-biri ilə oturub duranlar. İllel muttaqin, müttəqilərdən başqa. Yəni Allah üçün qardaş olub, Allah üçün gedən gələn, Allah üçün əyləşən, Allah üçün qalxanlardan başqa.
niyyəti saf olan, xain olmayan, nə dinə, nə dostuna, nə yoldaşına xain olmayanlardan başqa, nə öz ölkəsinə, nə millətinə, nə vətəninə, nə başçısına, nə yaşadığı ölkənin əminamanlığına xəyanət eləməyənlərdən başqa, hamısı peşman olacaq qiyamət günü. İlləl-muttəqin deyir Allah Teala. Allahdan qorxanlardan başqa. Həmçinin Allah Teala başqa ayədə buyurur ki: "Və yevmə ya'addu-z-zalimu alə yedeyhi yəqulu ya leytəni ittəxadtu ma'ar-rasuli səbilə." O gün zalim insan deyəcək, əllərini ağzına salıb, deyəcək ki, kaş ki, filan kəsi, kaş ki, Rasulun yolunu tutur gedərdim, deyir. İttəxadtu ma'ar-rasuli səbilə. Peyğəmbər Muhammed sallallahu aleyhi ve sellemin yolunu tutur gedərdim. Sonra Allah Teala buyurur ki: "Ya veylətə leytəni ləm əttəxid fulanən xalilə." Vay olsun mənə deyəcək. Kaş ki, filan kəslə yoldaşlıq eləməzdim. Niyə görə dəyərli qardaşlar? Səbəbləri var. İnşallah gətirəcəyik. Peşmançılığın səbəbləri var. Qiyamət günü pis dostlarla olmaq üçün, olmağa görə. Həmçinin Allah Teala buyurur ki, bu ayələrin sonunda: "Laqad adallani ani zikri ba'da iz ja'ani və kana şeytanu lil-insani xazula." Allah Teala buyurur ki, o peşman olacaq. Niyə görə? Çünki Allah ona haqqı göstərdikdən sonra dini, imanı, tövhidi, sünnəti, xeyri yolların göstərdikdən sonra tərk eləyib, o yolla gedməyib. Ona görə Allaha deyəcək ki, "Laqad adallani ba'da iz ja'ani." Mənə haqq gəlib çatdıqdan sonra, ey Rəbbim, o məni azdırdı. O məni doğru yoldan çıxartdı. Sonra Allah deyir ki, "Vəkənə şeytan lil-insani xazula." Şeytan insanı qoyub qaçandır. Təsəvvür elə dəyərli qardaş. Şeytan bugün səni Allahın yolundan azdırsa, Allahın yolundan çıxartsa, Allah sənə xəbər verir ki, axırda qoyub qaçacaq. وَكَانَ الشَّيْطَانُ لِلْاِنْسَانِ خَذُولَ. Şeytan insanı qoyub qaçandır. Hətta Allah Teala başqa bir ayədə bildirir ki, iş bitəndən sonra, yəni cənnətliklər, cəhənnəmlilər ayrılandan sonra şeytan azdırdıqlarına xütbə verəcək cəhənnəmdə. وَلَا تَلُمُونِ. Onlara deyəcəyi, onların qəlblərini necə deyərlər, partladacaq elə bir dənə söz deyəcək ki, dəyərli qardaşlar. وَلَا تَلُمُونِ وَلُومُوا أَنْفُسَكُمْ. Mənə qınamayın, özünüzü qınayın. Mən sadəcə çağırırdım, mən sadəcə deyirdim. Özünüz qəbul elədiniz, eləməzdiniz. Tərk eləməzdin namazı, tərk eləməzdin ibadəti, tərk eləməzdin parlayan üzləri, tərk eləməzdin tövhidi, sünnəti, Allahın evini, şeytanın evlərini özünə dost, evlərini özünə məkan götürməzdin. Vallahi böyük bir peşmançılıq olacaq. Bunu da kim xəbər verib? Allah subhanahu wa ta'ala. Hər birimizə xəbər verib Allah Teala. Həmçinin dəyərli qardaşlar, pis dostun zərərlərindən də biri nədir? İnsanı günaha, asiliyə, zəlalətə dəvət eləyir. Bunu da Allah Teala xəbər verib Quran-ı Kərimdə. Allah Teala buyurur ki, "Vallahu yəd'u ilə dəris-səlam." Allah salamatlıq diyarına çağırır. Haradır salamatlıq diyarı qardaşlar? Cənnət. Allah qatında olan cənnət, əbədi neymətlər. Və yəhdi mən yəşə'u ilə sırat-ı müstəqim. İstədiyinə hidayət verir Allah Teala. Həmçinin başqa ayədə Allah Teala buyurur ki, yuridullahu liyubeyyinə ləkum və yəhdiyəkum sunənəl-ləzīnə min qablikum və yətubu aleykum. Vallahu alimun hakim. Allah sizə haqqı bəyan eləmək istəyir. Və sizdən əvvəlkilərin yoluna yönətmək istəyir sizi. Kimdir bizdən əvvəlkilər, dəyərli qardaşlar? Allahın peyğəmbərləri, onların sahabələri, onların yollarını onlardan sonra gözəl şəkildə tutub gedənlər. Allah bizi ora yönəltmək istəyir. Niyə görə? Bizə neymət versin, bağışlasın, bizi əbədi fəlaha çatdırsın deyə. Lakin Allah Teala başqa ayədə buyurur ki, وَيُرِيدُ الَّذ۪ينَ يَتَّبِعُونَ الشَّهَوَاتِ اَنْ تَمِيلُوا مَيْلًا عَظ۪يمًا. Amma şəhvətlərinə uyanlar isə istəyirlər ki, sizi Allahdan yayındırsınlar, azdırsınlar Allah Teala'nın dinindən, haqdan sizi çıxartsınlar. Nə əldə eləyəcəklər, dəyərli qardaşlar, səni, məni Allahın dinindən yayındırsalar? Cəhənnəmə vasıl eləyəcəklər bizi bununla. Əbədi nicat tapmamaq şərti ilə. Vallahi dəyərli qardaşlar, məsələ çox mühümdür, məsələ çox ciddidir.
Əgər doğru yoldan çıxsan, Allah bilir bir də doğru yola qaydacaqsan, yoxsa yox. Allah Teala kafirlər haqqında Quran-ı Kərimdə bir neçə yerdə elə ayələr deyib ki, insan dəhşətə gəlir. İnnellezine keferu ve matu ve hum kuffar. Küfr eləyib kafir olanlar elə ölüblərsə onlar əbədi kafirdirlər. Və len yuqbala min ahadihim. Onlardan qəbul olunmaz. Mil'ul ardı zəhəbən və ləv üftədə bihi. Yer dolusu boyda qızıl sədəqələri olsa versələr, Allah qəbul eləməyəcək. Niyə görə? Çünki haqqı qəbul eləməyiblər. Allahın dediyini qəbul eləməyiblər. Haqla və onun əhli ilə bir yerdə olmayıblar deyə. Həmçinin pis dostun zərərlərindən dəyərli qardaşlarım. Pis dost Allaha itaətdən, ibadətdən, ona yaxınlaşmaqdan insanı yayındırır. İslam dinindən yayındırır. Necə görsən bu insanların ağzına söz düşüb, hələ cavansan, yaşlaşanda ibadət eləyərsən, hələ karyera qurmamısan, qadınlara verilən ən böyük vəsvəsələrdən biridir. Hicab bağlama, başını bağlama, öz həyatını yaşa. Hicab bağlasan ürəyin sıxılacaq. Əgər yoldaşına itaət eləsən, kiminsə əmri altında olacaqsan. Rahat yaşamaq bundan daha yaxşıdır. Ölüb gedəcəksən. Hamısı şeytanlar və şeytani vəsvəsələrdir. Aləmlərin Rəbbi olan Allah bəyən bilmir qulunun qəlbini. O nəydən sıxılır? Onun qəlbi nəydən sıxılır? Allah Teala Vallahu yuridu. Allah Teala deyir ki, Allah sizə asanlıq istəyir, çətinlik istəmir. Məyər Allah Teala qadınlara çətinlik istəyirmi ki, onlara hicabı əmr eləyib? Əksinə hicab bağlayan qadınlar günəşdən daha rahat qorunurlar. Daha çox qorunurlar. Daha çox qidalanırlar. Daha çox izzətlənirlər. Niyə görə? Çünki aləmlərin Rəbbi olan Allahın əmrini yerinə yetirdiklərinə görə. Allah deyib əməl edirlər buna görə. Yəni kimlərinsə sözü insanı Allaha olan ibadətdən yayındırmamalıdır. Allah Teala belə deyib söyləmək lazımdır. Şeytanlardır və şeytanlı insanlardır ki, insanı Allahdan, ibadətdən uzaqlaşdırırlar. Pis dostlar, pis məkanlar, pis yoldaşlar. Hələ vaxtın var, qılarsan namazı, gedərsən, qılarsan və yaxud da iş qur, özünə, necə deyərlər, iş güc elə sonra bilmirsən, vallahi nə qazanacaqmı bilmirsən sabah. وَلَا تَدْرِ نَفْسٌ Allah Teala deyir ki, وَلَا تَدْرِ نَفْسٌ مَاذَا تَكْسِبُ غَدًا Heç bir nəfs bilmir, sabah nə qazanacaq. وَلَا تَدْرِ نَفْسٌ بِأَيِّ أَرْضٍ تَمُوتُ Heç bir nəfs bilmir, harda necə öləcək. Sən məyər bilirsənmi sabah nə qazanacaqsan? Sabah harda necə öləcəksən, bilirsənmi? Bilmirsən. Ona görə də bugündür. Ya bugün elə, ya da Allah bir sənə nəsib olacaq, yoxsa yox. Allah Teala sənə suallar versə ki, mən sənə çağırırdım. Dostların da səni çağırırdı. Mənim icabətimə, dəvətimə icabət eləmədin. Səni məndən yayındıran dostlarımın dəvətinə icabət elədin. وَمَا قَدَرُ اللّٰهَ حَقَّ قَدْرِهِ Bu ayənin altına düşəcəksən, Allahı layiqincə qiymətləndirmədilər. Ata-ana sənə xeyri öyrədir. Ata-ana sənə sənin yaxşı hesab elədiyindən daha yaxşısına yönəldir. Allahın sənin üçün seçdiyi, təyin elədiyi, sənin özün üçün seçdiyindən daha yaxşı, daha xeyirli, daha faydalıdır. Lakin sən hər birisini tərk edirsən. Elə bilirsən sənə bəla gəlməyəcək, ata-anaya qulaq asmadığıma görə. Elə bilirsən Allah Teala səni əvvəlkiləri cəzalandırdığı üçün cəzalandıra bilməz, səni də cəzalandırar. Sən ataya, anaya qarşı gəldiyinə görə, onları saymadığına görə, onlara əziyyətlər verdiyinə görə bir kəlmə Allaha desə ki, ya Rab, onu məhv elə. Allah Teala dünyavı və axirətini məhv eləyər. Ona görə sənə vacib olan odur ki, Allah sənə əmr eləyib ki, və bil valideyni ihsənə, ataya, anaya yaxşı bax, onlara gözəl söz deyə, onlara qulaq as, itaət elə. Lakin fil məruf, yaxşılıqda əksər atalar, analar evlatlarına pis şey əmr eləməz. Hətta bəzən baxırsan o valideynlər ki, evlatlarına ibadət eləməyə qadağa eləyir. Vallahi baxırsan, adam cahilliyindən eləyir. Elə bilir ki, daha yaxşısına yönəldir. Yəni, sənə çox istədiyindən eləyir. Təbii ki, səhv eləyir, lakin sənə olan qayğısından, necə Allah Teala'nın qullarına olan rəhməti, dəyərli qardaşlar, Allah Teala rəhməti o deməkdir ki, Allah Teala qullarına qayğı göstərir. Hər bir anda onlarla bir yerdədir.
Və bu rəhmətdən valideynlərə də Allah təala pay verir. Qulaq asmaq lazımdır. Onlar səndən daha təcrübəlidir. Onlar səndən daha hikmətlidir. Onlar səndən daha ağıllıdır. Onlar sənin özün üçün istədiyin xeyirdən daha yaxşısını sənin üçün istəyirlər. Sən onlara qulaq asmalısan. Bu da Allahın əmridir. Lakin atalarını, analarını gözü yaşlı qoyan evlatlar, vallahi Allah sənə bəla verəcək. Allah səni cəzalandıracaq. Onun gözün yaşlı qoyduğuna görə anavun, atavun sənə görə yatmayıb, sənə görə yeməyib, içməyib. Necə deyərlər, həyatının bütün bölmələrindən kəsib sənə baxıb. Sən də bu gün böyümüsən artıq, özünü idarə eləyə bilirsən, deyirsən ki, yox, mən səndən yaxşı bilirəm. Allah səni elə belə buraxmaz. Allah səni cəzalandıra bilər. Allahdan qorx, itaət elə valideynlər və Allaha, pis dostlara görə ata-anaya əziyyət vermə, pis məkanlara görə ata-anaya əziyyət vermə. Allahın qəzəbi ilə üzləşərsən, Allah da səni cəzalandırar. Allah da buyurur ki, وَلَا تَرْكَنُوا إِلَى الَّذ۪ينَ ظَلَمُوا فَتَمَسَّكُمُ النَّارِ Zalimlara meyl eləməyin. Allaha ibadət eləməyən bir insan ilk olaraq öz nəfsinə zülm eləyir. O sənə necə xeyir verə bilər? Allahın əmir və qadağasını yerinə yetirməyən, Allah onu gündə 5 dəfə namaza, ibadətə çağırır. Özünün qarşısında əyilib səcdə eləməyə çağırır. Allahı saymayan, Allaha hörmət qoymayan, sənə hörmət qoyar. Allaha və Rəsuluna xəyanət eləyən, sənə hörmət mi eləyər, dəyərli qardaş? O sənə xeyir mi istəyir? Əlbəttə xeyir istəmir. Kəməsəli şeytan deyib Allah Teala. İz qaləl insan ikfur. İnsana deyir ki, küfr elə. Fələmmə kəfar. O zaman ki, küfr elədi. İnsan küfr eləyir. Və qalə inni bəri'un minkə. Şeytan deyir ki, mən səndən uzağam. Və inni əxafullaha rabbəl aləmin. Aləmlərin Rəbbi olan Allahdan qorxuram. Yenə Allah Teala sənə qalır o günahdan sonra sənə tövbəvi qəbul edir. Vay o gündən ki, Allah Teala sənə tövbə də nəsib eləməsin. Şeytanın yolunda ölüb dünya bu dəyişərsən. Nəyin üzərində yaşayacaqsansa dəyərli qardaşım, onun üzərində öləcəksən. İbadətin üzərində, xeyr əhlinin yolunda, xeyr əhli ilə bir yerdə olsan, vallahi elə onlar səni dəfn eləyəcəklər. Lakin sən elə insanların yolunu tuta bilərsən ki, Allah da eləyər ki, cənazında bir nəfər iştirak edəməz. Çünki qəlbləri idarə eləyən Allahdır, subhanahu wa ta'ala. Savabları nəsib eləyən Allahdır. Yaxşıları verən Allahdır. Həl cəzəul ihsan, illəl ihsan. Məgər yaxşılığın əvəzi ilə yaxşılıq deyilmi? Ömər radiyallahu anhu, bilirsiniz, namazda vurulub. Xəyanətlə vurulub namazda. Ömər radiyallahu anh özündən gedir vurulandan sonra bəziləri nida edir ona. Ya əmirəl müminin, ey müminlərin əmri. Ya Ömər ibn Xattab, ey Xattabın oğlu, adı ilə, atasının qoyduğu adına müminlərin əmri deyə çağırırlar. Cavab vermir. Bəziləri deyir ki, qabağımızda bir dənə ruh var, can verir. Onu elə şeylə çağırmayın. Onu çağırın, dünyada nəyin üzərində yaşayıbsa onunla eləsə cavab verəcək. Vallahi deyirlər ki, as-saləh, 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 namaz, namaz, namaz. Ömər radiyallahu oyanır. Deyir ki, insanlar namaz qılıblarmı? Namazı əda ediblərmi? Bilirsiniz, namazla vurmuşdular. Namazı bitirə də bilməmişdi. Lakin nə evlatlarından, nə ailəsindən, nə işindən, nə ümmətdən soruşmadı. As-saləh. İnsanlar namazı qılıblarmı deyə soruşdu. Sonra deyir ki, la hazza fil İslam limen tarakes salah. Namazı tərk edən İslamdan payı yoxdur. Bəli, bu ixtilaflı məsələdir, lakin şiddətli rəylər var, dəlillər var. Namazı tərk eləsən pis dostlarıma görə Allah sənə bağışlamayacaq. Mə sələkəkum fi saqar. Sizi cəhənnəmə salan nə oldu? Qalu ləm nəkum minəl musallin. Onlar deyəcəklər ki, namaz qılanlardan deyildik. Gedib bunlardan olarsan, kimə görə? Nə dünyadan axirətdə sənə heç bir faydası olmayan, səni Allah və Rasulundan yayındıran dostlarına görə. Lakin elə dostlar var ki, onlar sənin üçün dünyada və axirətdə xeyirlidirlər. İlləl muttəqin, Allahdan qorxanlar. Sənə yaxşılığı əmr eləyənlər, pisliyi görəndə nəsiyyət eləyənlər, səni meçitə, cəmaata, xeyrə, Qurana, sünnətə yönəldənlər.
Onlar həqiqi dostlardır. O kəs ki, sənə görür günah üzərində, sənə qadağa eləmirsə, vallahi düşmənindir. Düşməndir, açıq aydın şeytandır insan cildində. Allah Teala hər birimizi qorusun pis dostlardan, dəyərli qardaşlar. Və pis dostların ziyanları çoxdur. Allah Teala bizim hər birimizi onlardan qorusun. Allah Teala onlara hidayət versin. Və pis dostların içində ən şərliləri Allahın dininə xəyanət eləyənlərdir. Allahın dinində yenilik eləyənlərdir. İnsanları Allahın dininin adından, Allahın dinindən yayındıranlardır. Bidətçilər, bidət əhli, xəyanətkarlar, Allah və Rasuluna elədikləri xəyanətdən də daha böyük bir xəyanət ola bilməz. Ona görə onlara meyl eləmək olmaz. Allah Teala deyir ki, fətəməssəkumun nar, yoxsa sizə ot toxunar. Allah sizə cəza verər. أقول ما سمعتم وأستغفر الله لي ولكم ولسائر المسلمين من كل ذنب فاستغفروه إنه هو الغفور الرحيم. الله رب العالمين صلوات الله وسلامه على رسوله وعلى آله وصحابته أجمعين. Möhtərəm qardaşlarım, Allah Teala bizi pis dostlardan çəkindirəndən sonra daha xeyirlərinə yönəldi. Allah Teala buyurur ki, Muhammed sallallahu aleyhi ve selleme, bilirsiniz ona olan əmirlərin bir çoxusu bizə də aiddir. Allah Teala deyir ki, "Vasbir nefsek ma'allezine yed'una rabbahum bil gadati vel ashiyyi yuriduna vecihə." Gecə, gündüz, səhər, axşam, hər bir anlarında Allahın razılığını diləyərək Allaha yalvaranlarla bir yerdə ol. Bax, Allah sənə deyir ki, mənim razılığımı axtarmaq üçün mənə yalvaranlar var. Belə toplum var, ged onlarla bir yerdə ol. Onlarla oturdur, onlarla bir yerdə ol, onlarla namaz qıl, onlarla zikir məclislərində ol, onlarla xeyir məclislərində ol. Sonra Allah Teala deyir ki, وَلَا تُطِعْ مَنْ أَغْفَلْنَا قَلْبَهُ عَنْ ذِكْرِنَا وَاتَّبَعَ هَوَاهُ. Allah Teala buyurur ki, qəlbini bizim zikrimizdən qafil elədiklərimizə qulaq asma. Əziz qardaş, Allah qəlbini oyadıb, Allah səni haqqa yönəldib. Allahın zikrinə qarşı qəlbi sərt olanlara itaət eləmə. Onları dinləmə. Onlardan dəvət elə, lakin uzaq ol. Niyə görə? Ya sən onu dəvət eləsən, ya da o səni dəvət eləyir. Allah Teala hər birimizi qorusun belə insanların şərindən. Allah Teala bizim xalqımıza, millətimizə hidayət versin. Allah Teala onların hidayətində bizi səbəb etsin. Allah Teala bizim qəlblərimizi islah etsin. Allah Teala haqdan nə bilirik, nə söyləyiriksə yaşamağı bizim üçün asanlaşdırsın. Çünki demək, danışmaq həqiqətən də asan bir şeydir. Lakin yaşamaq, əməl etmək, aləmlərin Rəbbi olan Allahın müvəffəqiyyətidir. Və ufavvidu əmri ilallah və mə tevfiqi illə billah. Müvəffəqiyyət yalnız Allahdandır. Allah həvalə eləmişik. Allah Teala bizə nəsib etsin. Allah Teala bizim ölkəmizi, əmin-amanlığımızı qorusun. Həmçinin digər müsəlman ölkələrini Allah Teala qorusun. O müsəlmanlar ki, onların xəstələri var, onların borcları var, onların sıxıntıları var. Allah Teala onlara yardım etsin. Allah Teala bütün müsəlmanların köməyində olsun. Dəyərli qardaşlarım, özümüz üçün dua eləyəndə ehtiyaclı müsəlmanlar üçün də dua eləyək. Allahdan onlar üçün də kömək istəyək, şəfa istəyək, sıxıntılarının aradan qaldırmasını istəyək. Unutmayaq. Çünki Peyğəmbər sallallahu aleyhi ve sellem bildirib ki, müminin qardaşıdır. Onun üçün xeyir istəyər. Allah Teala sizə bərəkət versin, Allahımızı bağışlasın. Sallallahu aleyhi ve sellem alə nəbiyinə Muhammedin və alə alihi və sahbihi əcməin. Allah razı olsun və aqimus salah.